Euro dollar, funt dollar və S&P Nasdaq Dow Jones-dan söhbət açarıq. Yəni euro dollarda dünən 600 bps yuxarı doğru istiqaməti davam etdirir. Bugün alışlar 1.15-500-lərdən olacaq, satışlar isə 1.15-200-lərdən. Cümə günü də biraz ehtiyatlı olmaq lazımdır. Funtun olan rəqabətin dünənki xəbərdən sonra funta müsbət təsir göstərdi. Funt ümumilikdə bizim verdiyimiz siqnaldan sonra 850, ümumilikdə 1000 pips qalxdı. Və bugün alışlar 1.31, yəni 400-lərdən gələcək, satışlar isə 1.31-lərdən gələcək. Keçək Nasdaq S&P Dow Jones-a. Dünən verdiyimiz siqnallar Nasdaqda, S&P-də, Dow Jones-da, DAX-da, yəni deməli, həm alışlar, həm satışlar qəşəng gəlirlərlə nəticələndir. Bugün ümumi olaraq, yəni deyək ki, yenidən aşağı doğru istiqamətə davam edir. Yuxarı korreksiyalar 25.341-lərə qədər yəni qalxacaq. Əsasən də Nasdaq yəni 25.541-lərdir hədəfi, yuxarıdakı hədəfi. Bugün həm Nasdaq, həm S&P, yəni Dow Jones, yəni yuxarı 5-ci gündə yuxarı korreksiyalarla müşahidə olunacaq. Yəni birinci gündən isə yenidən aşağı korreksiyalar olacaq, aşağı enişlər olacaq. Belə əzizlərim, özünüzə yaxşı baxın, cümləmizdən mübarək olsun.